birinci videosuna baxaq bunun. Sonra görək nə deyir bu adam. Bizə qarşı nə quşlayır. Baxaq mı? Baxaq. Qabil Türkoğlu. Ana bacı tanıyan oğlan birincisi heç vaxtı telefonda söyüş söymez. Bunun yanında saxla. Biz şeylər götürməmişik. O sənin qanında var. Çünki sənin qanında ömür boyu xilafata var. Ancaq çalışmışsan həm söyləyəsən, gizli danışasan onun da. Çünki nə var Azərbaycanda yoxsan. Sən Azərbaycanda olsan o sözlər deyə bilməzdin heç vaxt. Çünki sənin tərbiyyən ömür boyu olmayıb. Əgər mən narkomanamsa, Allah mən bəlamı versin. Əgər sən yalandan deyirsənsə, Allah sən bağlarının da özünün də bəlasını versin. Sən çox alçaq insansın, mən barədə güclü. Yarısına baxdıq, fikrimi bildirim. Bu adamın narkoman olma o şübhələri mənlə beraber, bunun narkoman olduğunu mu, narkotikin təsirim altında olduğu, çünki ağla sığmaz qəza elədi. Ağla sığmaz sürətdən. Yəni bunu hər kəs dedi. Yüzlərlə, minlərlə adam yazdı və yaxud yüzlərlə adam paylaşdı. Niyə bəs Qabildən yapışdı? Niyə Qabildən yapışdı? Birincisi. İkincisi, mən bunun gəlinini də göstərdim, özünü də göstərdim, danışım. Bircə kəlmə söyüş istifadə elədimmi? Elədimmi bircə kəlmə? Düzdür, buna pul göndərənlərə, bu geri zəkalı, bu cinayətkara pul göndərən geri zəkalıları qınadım. Hətta biraz artıq əziyyətə dedim. Qazilər qalıb, şəhidlər qalıb qıraqda, amma belə cinayətkara ayağında qandal olan, banklarda cəmaatı süründürən, onun pulunu atıp belə cəmaatı bədbəxt eləyən belə geri zəkalıya yardım elədiyinə görə insanları qınadım. Bəzi sərt sözlər də dedim. Amma bunu söysəydim elə gəlinə söyərdim, özünə söyərdim. Mən bir kəlmə söyüş istifadə elədim mi? Bunun sifətinə baxın, sifətinə. Sifətindən meymunluq yağır. Bax, hökumət İlham Əliyev adamı populyar elədi, hökumət populyar elədi. Kartlar paylaşdılar, 100 minlərlə pul yığdılar. Səhər 60 min idi, axşama 90 idi. İndi gör nə qədər adam pul verdi. Üstəlik maşın verən, ev verən də çıxdı ortaya. Hökumət populyar elədi mi? Hətta bunu sevildirdi mi? İndi görürsünüz, mənə qarşı çıxardırlar. Mənə qarşı çıxardırlar ha. Görürsünüzmü? Ala baxın. Məni sulurqa tutubdu, dilim qatlananıbdı. Ayaqlarım yapışıb, sulurqa olanda əllər yığılır, ayaq kol üstü açılır. O da gelib qaza sıxılır. Bu adam yuxudan durandan, o komadan ayılandan hər halda bir tikiş-mikiş eləyiblər yəqin ki, hər halda da bir narkoz veriblər hər halda. Bu ayılan kim, niyə mənlə danışır? Ayılan kim, niyə mənlə danışır bu adam? Yaxşı, Qabil qarışıq çox insanlar var. Onların, Qabil qarışıq çox insanlar var. Onların ağzını yummaq üçün get bir dənə narkoloji dispanserə get, test al da, qan testini al, çıxart qoy ora. Ki, mən narkoman deyiləm. Mən də sabah hökumət dəyişəndə sənin qanını təzdən yoxlatdıranda o boyda tibb müəssisəsini darmadağın eləməyim. Yəni sənə yəqin ki, düzgün verəcəklər. Düzgün verəcəklər. Bu adama bax, ayağının dərdini çəkmir ha buna. Ha, gör hökumət, ölkə nə gündədir? Nə gündə? Ayağının ikisi də qırılıb deyirlər. Ayağının dərdini çəkmir. Maşında yarımcan eləyib uşaqlıqdan kəsdiyi və yaxud o avariya saldığı 5 maşını əzibdir, onun dərdini çəkmir. Ayağının qandalı, şərti məhkəməsi, şərti işini, borcu olduğu adamları yada salmır. Qabili yada salır, buna baxın. Qabil sən neyinir? Ayağına qandalı Qabil mi saldı? Qabil mi səni bu hallara saldı, yoxsa İlham Əliyev mi? Bugün Qabili təhqir eləmək, Qabili söymək, Qabili hədəf almaq hamının işidir. Çünki yal, pul, ordu, kirli, hər şey İlhamın tərəfində. Baxın, dalına görək nə deyir. O aparatdan da gedib. Məni gəlib sabuncunun xəstəxanasında azmaz ayılandan sonra görürlər özümü normal. Narkotest olunubdu, hər bir şey də olunubdu. Hamı da bilir. Bu dəqiqə narkotest olunmasaydı, mənim bu dəqiqə içəridə görərdim. Başqa yerdə yox. Bildiyim, adam kişi olar. Səndə özündə o kişilik yoxdur, amma adam kişi olar. Ancaq onun qiymətini eləyəsən sən. Qabil Türkoğlu. Ana bacı tanıyan oğlan. Kişiliyimə şübhən varsa, əzizlərini göndərə bilərsən. Buradan deyirəm ha. Bu gədiyə deyirəm ha.
Bax bu gədiyə deyirəm. Kişiliyimə şübhən varsa, ən sevimli uzun saçlılarını, yubka giyinənləri göndərərsən mən kişiliyimə. Şübhən varsa. Mən məzlumların səsiyəm. Məzlumların xilaskarıyam. Bunun üçün mübarizə aparırım. Bunun üçün meydandayam. Amma səni kimi mışlar da mışlar. Mış kimi cəmaatı allatmısan. Mış kimi cəmaatı banca soxmusan. Mış kimi türməyə girmisən. Türmədə yatmağa da toxun çatmayıb, mış kimi oğurladığın, aldığın pulun bir hissəsini verib şərt azadlığa çıxmısan. Mış kimi cəmaatın maşını oğurlamısan. Kilisa kimi qeyri-qanunu klient daşımısan. Kilisa kimi ayağında qandal cinayətkar olaraq, cinayət əməllərinin üstə cinayət əməli gətirərək, cəmaatın körpəsinin, ailəsinin başını uçmusan. Bütün ictimai təhlükəsizliyi pozmusan. İndi mış, oğraş, kişi olmayan gədə sənmi yoxsa mənəmmi? Buna baxa buna. Nə vecina? 2 dənə kartı paylaşdı. Oh, gəlini də getdi müstəntiqlə danışdı. Kartları paylaşdı. 100 minlərlə pul əldə elədi. Biri ev bağışlayır, biri maşın bağışlayır. O qabili hədəf almasından qaçsın. Qabili hədəf almasa, İlhamın xoşuna gələnməz, Vilayət Eyvazın xoşuna gələnməz. Bu yığdığı pulun bir hissəsini əldən alırlar. Bu hələ cinayət işini araşdırırlar. Nizamidə cinayət işi açılıbdır. Orada araşdırırlar. Sən bunu belirlədin, sən onu elədin. Çox çəkmə. İndidən dayanmadan bu qabilə qarşı video çəkməlidir ki, bunun günü xoş getsin Azərbaycanda. Bəli, bunun günü xoş getsin. Bax, mamışa oxşuyur. Bax, sifətə bax, mamışa oxşuyur. Buna bax. Ancaq ayılan kimi birinci mikrofonu veriblər, qabilin əleyhinə danışır. Ölkədə yaxşı iş yeri var. O neft yox, qaz yox. Ancaq qabilin əleyhinə danış, hakimiyyətə iş ver, qabilin əleyhinə danış, qabilə şər at, qabilə böhtan at, iş ver, işin geçsin. Vəssalam. Adama deyirlər, amcello gədə. Mən sana söymüşəm deyirsən, söyübsən. Sən söymüşəm mən. Söysədim, gəlini söyərdim də. Özünü söyərdim də. Söymüşəm? Yox. Güldən ağırsa söz deməmişəm mən. Bir dənə sağa pul göndərənlərə geri zəkalı demişəm. Bir-iki ağır söz demişəm sənə pul göndərənlərə. Çünki hökumət eləməlidir, devlət eləməlidir, sığort eləməlidir. Sən yaxşı xeyr ola. Ayılan kimi narkozdan məni hədəf almışsan. Xeyr ola. Buna bax, dümbələyə bax. Amma bacı tanıyan oğlan, birincisi heç vaxtı telefonda söyüş söyməz. Uğraş oğlu uğraş. Mən telefonda sənə söyüş söymüşəm. Alçaq oğlu alçaq. Mən ana bacı tanıyan, mən ana bacı tanımayanam, yoxsa sən ana bacı tanımayansan? Ha? Mən şərəfli Azərbaycan zabiti olmuşam, özüm də yoldaşımdır. Sən isə əyağı qandallı cinayətkar olursan. Müxalifətçi deyilsən ki, deyək ki, İlham Əliyev səni şərliyibdir. Sən birbaşa cinayətkar olursan. Dəfələrlə həbsdə yatan, dəfələrlə dava eləyən, dəfələrlə qulduruq eləyən oğraş olmuşsan sən. Mən Azərbaycanda şərəflə xidmət eləyən zabit olmuşam, özüm də yoldaşımdır. Amma sən əyağı qandallı cinayətkar olmuşsan. Buna bax, buna. Onun yanında saxla. Biz şeylər götürməmişik. O sənin qanunda var. Çünki sənin qanında ömür boyu xilafata var. Buna bax. Adam kişi olar. Səndə özünde o kişiliği yoxdur, amma adam kişi olar. Göndər, əzizlərini göndər. Bilməm də arvadı göndərəsən, qızı göndərəsən, gəlini göndərəsən, bacı göndərəsən. Kimi göndərəsən bilmirəm. Bəlkə pul verib pul verib təmiz yad adam göndərəcəksən. Mənim yanıma bir zəmən xaylağı göndər. Mən kişiliyimi sübut eləyim də. Mən sənə söymədiyim halda mənə qanı xarab dedin. Hər cürə mənə aşağılayıcı, təhqir edici sözlər dedin. Niyə dedin? Axı mən səni söyməmişdim, təhqir eləməmişdim. Niyə söydüm mən? Axtalayacam səni ha. Axtalayacam, deportasiya eləyəcəm səni. O mikrofonu tutan, o sənə bu videonu çəkdirən, onun gəlinini də axtalayacam, yumurtalarını çıxardıb Afrikaya göndərəcəm. Gəlinini qayran uğraşlar. Deyələm vətənlər. Bir TikTok videosu da çəkdim elə sizin qabağınızda.
Bir TikTok video, bunu da paylaşım. Allah canınızı sağ eləsin. Görün də hökumət hansı fürsətlərdən istifadə edir? Hansı fürsətdən? Özə baxdınızmı nətəri? Siz burada diqqət elədinizmi məsələyə? Buradakı məsələyə diqqət elədinizmi? Baxın ha. Buradakı məsələyə diqqət elədinizmi? Bax, kamera əsmir. Kamera qoyulub çəkilir. Baxın ha, bunu xüsusilə paylaşın. Qoyun bir dəqiqə. Bunu da o bir kanalda paylaşın da. Gözləyim bir dəqiqə. Değerli hürmetlerim, değerli soydaşlarım, xahiş edirəm bu videonu beğenin, paylaşın. Neyse. Bu yaramaz. Siz fikir verdinizmi ki, baba bu adam bu adamın kamerası əsmir ha, baba. Baxın, özünüz baxa bilərsiniz də. Bu kamerası da əsmir ha. Bu hiss olunur ki, xüsusi Daxili İşlər Nazirliyindən gətiriblər, qoyublar, xüsusi kamera, keyfiyyətli kamera qoyublar, əsmir. Xüsusi aparatlarla da belə o qoyular, o üç ayaqlı şeylərdə. Bax, elə çəkiblər bunu. Elə çəkiblər. Görürsünüz? Görürsünüz dəyərli həmvətənlər? Yoxsa gəlin məlin çəksə ələ sərdi, özü çəksə ələ sərdi. Görürsünüz necə danışır? Xüsusi qabağında kameranı quraşdırıblar, elə çəkir. Dəyərli həmvətənlər, nəsə sağ olun, salamat qalın. Allah sizi bərxudar və bəxtiyar eləsin. Biz bizə xilas olacağıq. Belə gör-göt verənləri boş verin. Sağ olun, salamat qalın.